Sure-i Maide aye 21 ta 23. Euzubillah mineşşeytanirracim. Pənah parıq Allah'a dərgahdan qovulan şeytanın şərlərindən. Ya qəvmi, ey mənim qovmum, udxulul ərzə, daxil olun bu yerə, müqəddəs bir yerə, mənzur Beytül Müqəddəsə. Əlləti beley ki, kətəbəllah, yazıb Allah, ləkum sizin üçün, və la tərtədu, və qeyyitməyin ələl ətbari, dalı tərəfə mənzur, üz döndərməyin, fətəngəlibu, pəs olasız, xasirin, ziyankarlardan. Qalu, dedilər, ya Musa, ey Musa, İnnə fîhâ qəvmən zəbbarinə. Həmana orada zor deyən qovmu var, zülm eləyən qovmu var. Və inna və həmana biz lən nədxuləhə, daxil olmarıq ona, hətta yəxrəcu minhə, ta o zalimləri xaric eləyəsən ondan. Fə in yəxrəcu, pəs əgər ixrac eləyəsən, çıxardasan, minha oradan yəni Beytül Müqəddəsdən, fə inna daxilun, pəs həmana biz daxil olduq. Qalə dedi rəculani kişilər, iki kişi, minəlləzinə, o kəslərdən ki, yəxafunə, qorxirdilə ən əməllah, Allahın nemətlərindən, əleyhim, onlar üçün, udxulu əleyhəl bab, daxil oldular o qapıdan mənzur Beytül Müqəddəsdən. Fəizə dəxəltumuhu, pəs zamanı ki daxil oldular ona, fəinnəkum qalibun, həmana siz qaliblərdən olasınız, piruz olanlardan olasınız. Və ələllah və Allah üçün fətəvəkkəlu, pəs təvəkkül eləyin. İn kuntum mu'minin, əgər varsız müminlərdən. Sədəqəllahul əliyyul əzim.